Yolda halı pisləşən sürücü yol patrul xidmət əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib. Hadisə Şəmkir rayon ərazisində baş verib. Halı pisləşən xəstə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılıb. Daha sonra yaxınlarına onunla bağlı məlumat verilib. İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah-sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladaraq çağırış edib. Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş edilir. Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar, müraciətdə bildirilib.